Bismillahirrahmanirrahim. Rəcəb ayının 27-si Məbəəs günüdür. Məbəəs günü, yəni Allahın sonuncu peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmin peyğəmbərliyə seçildiyi gündür. Həzrəti Peyğəmbərə 40 yaşında Hira mağarasında peyğəmbərlik verilərək və Həzrəti Cəbrail vasitəsilə Ələq surəsinin ilk 5 ayəsi nazil oldu. Məbəəs günü bəşəriyyət üçün hidayət nurunun seçildiyi bir gündür. Bu nur doğru və yanlışı, haqq və batilin fərqini göstərir. Zalımı ifşa edərək haqqın tərəfdarlarını gücləndirir. Bu gün Peyğəmbərimiz Allahın əmri ilə insanlara mərhəmət, ədalət və hikmət yolunu göstərmək üçün seçilir. Bu günün əməllərində qeyd olunub qüsl almaq, gecənin bir hissəsini oyaq qalmaq, oruç tutmaq, namaz qılmaq, sədəqə vermək, müəyyən dualar var ki, onları oxumaq və s. Və bununla da bərabər hər birimiz həyatımızda haqqın yolunu seçərək, səbirli və təvazökar olmaqla ədalətin tərəfdarı olmaq məsuliyyətini daşıyırıq. Məbəəs bir tarixi hadisə deyil. Nurun qaranlığa qalib gəldiyi kimi ruhumuzu təzələyən ilham mənbəyidir. Və sonda dünya müsəlmanların qaranlığa nur, insanlığa hidayət gətirən bu mübarək gün münasibəti ilə təbrik edirəm.